Salam əziz abituriyentlər və dəyərli izləyicilər. Bugün test toplusundan elastik qüvvəsindən testlərə baxırıq. Deməli, birinci testə baxırıq. Sərtliyi 200 kilonewton bölünsün metr. Çubuğun ucundakı qüvvəni verib 6 kilonewton. Mütləq uzanmanı soruşur. Bildiyimiz kimi F bərabərdir K delta L. Delta L'ni tapanda F'i sərtliyə bölürük. Newton bölək metr əlbəttə ki, sərtliyin vahididir. Dinamometrin iş prinsipi Hooke qanunu əsaslanır. Dördüncü testdə yayın uclarına tətbiq olunmuş qüvvəni 2 dəfə azaltdıqda mütləq uzanma, yəni delta L'ni soruşur. Delta L'ni tapanda F bölünsün K. Qüvvəni 2 dəfə azaldanda delta L də 2 dəfə azalar. C variantı. Yayın uclarına tətbiq olunmuş qüvvəni azaltdıqda sərtlik bildiyimiz kimi qüvvədən və mütləq uzanmadan asılı deyil, dəyişməz. Elastik qüvvəni necə dəyişdiyi soruşur. F elastik bərabərdir mənfi Kx. Deməli, X-i, yəni delta L'ni 2 dəfə azaldanda elastik qüvvə də 2 dəfə azalır, düz asılıdır. Buradan yayın sərtliyini tapırıq. Sərtliyi tapanda qüvvə uzanmaya bölünür. BC-də sərtliyin vahidi, sərtlik əslində vahidi Newton bölünsün metrdir. Newtonda açanda kiloqram vurulsun metr bölək saniyə kvadratı bölünsün metr. Metrlər ixtisar gedir, qalır kiloqram bölək saniyə kvadratı. Hooke qanunun doğruluğunu yoxlamaq üçün Hooke qanununda K bərabərdir F bölünsün X. Yəni delta L də yazmaq olar. F dinometr, X də xəttkeşlə ölçülür. Dinometr və xəttkeş 3, 5. C variantı. Yayın sərtliyi qüvvədən də delta L'dən də asılı deyil. B variantı. Burada da asılı deyil. C variantı. Yaydan kütləsi M olan yükü asdıqda onun uzanması X olmuşdur. 2M asdıqda. Burada asıllıq qururuq. Mj bərabərdir Kx. M X-dən düz asılı olduğuna görə M kütləli X isə 2M kütləli 2X-dir. Düz mütənasib asılıdır. Yayın sərtliyinin onun kütləsindən düz asılıdır. Mj bərabərdir Kx. Şəklində yazırıq. Sonra burada verir. Üzr istəyirəm. 13-cü testdə dedik axı K kütlədən asılı deyil. B variantıdır. Qüvvədən asılı olmadığına görə qüvvədə də qüvvənin yerinə mj də yazanda kütlədən də asılı olmur. Buradan deyir ki, sərtlik verilir, M kütləsi verilir, şaqülə aşağı yönəlmiş təcillə endirilir. Bunun hansı təcillə endirməyi soruşur, yayın uzanması da verilir. Kx mj-yə bərabərdir. Şaqülü deməli təcillə aşağı endirilib. Mj, M vuraq, J minus A bərabərdir Kx. Əslində yaza da bilərik. Yazaq. M, J minus A bərabərdir Kx. Buradan J minus A-nı tapanda Kx bölünsün M yaza bilərik. Buradan A-nı tapanda J-dən çıxırıq. Kx bölünsün M. J minus Kx bölünsün M. D variantı. Burada da yenə sabit təcillə yenə qaldırılır. Bunda plus olan düsturundan gedirik. Bunu plus eləyəndə A-nı tapanda onda tərsinə olacaq. Kx, X. Burada da X idi, düz istəyirəm. Bölək M minus J şəklində yazırıq. Keçirik 16-cı testdə. Hooke qanunun doğruluğunu yoxlamaq üçün yenə dinamometr və xəttkeş. Çünki K bərabərdir F bölünsün X. Bu xəttkeşdən ölçülür. Bu isə dinamometrlə. Yayın sərtliyini ölçmək üçün yenə xəttkeş dinamometr. Burada isə yenə şaqülü yuxarı qaldırılan düsturdan hesablayıb yayın nəyi hesablayırıq? Uzanmasını. Baxın, bu düsturdur. K-nı soruşur. Hər biri də var, yerinə qoyuruq, yazırıq. Burada eyni qaydadadır, eyni testdir. Və vahid açılışına keçək. Yazıb ki, volt vurulsun saniyə
bölünsün metr kvadratı. Buradan voltun açılışı gücün vahididir. Joule bölünsün saniyədir. Çünkü gücün düsturu N bərabərdir A bölək T'dir. A işdir, T zamandır. İşi açanda joule bölünsün saniyə, vurulsun saniyə bölək metr kvadratı. Buradan saniyələr gedir. Newton da aça bilərik, Newton vurulsun, joule aça bilərik, Newton vurulsun metr, bölünsün metr kvadratı. Metr kvadratından metrin biri gedir, qalır Newton bölünsün metr. O da bizə verir sərtliyin vahidi. Baxın, burada açıq-aşkar yazdım. Bu şəkildə Newton bölək metr də verir sərtliyi. Sonra bizdən bir dənə də verir ki, Newton kvadratı vurursun Hz bölünsün watt. Newton kvadratı olduğu kimi qalsın. Hz bizə verir 1 bölünsün saniyə tezliyin vahididir. Watt da bizə verir joule bölünsün saniyə. Deməli, saniyələr gedir, qalır Newton kvadratı. Joule'un yerinə Newton vurulsun metr. Yenə Newton bölünsün metr qalır. Bu şəkildə yazdım. Bu da sərtliyin vahididir. Deməli, belə bir qrafik verilib. Biz həmişə bilirik ki, Y oxu üzrə bura bizə sinus, bura isə kosinus verir. Yəni ki, Y-in X-ə olan nisbəti bizə tangens alfanı verir. F var, L var, K. K tapanda F-i elə böləcək. Bizə dedik, bu ordinatın apsidə olan nisbəti bizə tangens alfanı verir. Yəni F-in elə nisbəti elə bizə K-nı verir. Y variantı. Biz çəksiz dediyinə görə kütlələr nəzərə alınmır. Burada həmişə qüvvələr bərabər olur. F bərabərdir mg düsturuna görə elastik qüvvə. Çünki aşağı mg qüvvəsi, yuxarı F elastik. Yəni F elastik mg-yə bərabər olduğuna görə, ikisində də kütlələr bərabər olduğuna görə qüvvələr də bərabər olur. Bu testdə eyni tipdədir. Yenə çəkisi nəzərə alınmır. Burada deməli kütlələr bərabərdir, mg bərabərdir, kx-dən gedirik. Yazırıq mg bərabərdir kx. Burada x-lər arasında asıllıq qurur. X k-dan tərs asıldır. Yəni x1 bölünsün x2 bərabərdir k2 bölünsün k1. O da bərabərdir k2-nin yerinə 2k, k1-nin yerinə k. O da bərabərdir 2-yə. Buradan da alırıq ki, x1 bərabərdir 2, x 2-yə. Baxın, bu şəkildə. Keçirik. Desəm bir dənə testimiz qaldı. Deməli, kütləsi verilib, uzanma verilib, yayın sərtliyini soruşur. Bu da asandır. mg bərabərdir kx düsturundan gedirik. Bax, yazım. Bir dəqiqə. mg bərabərdir kx. Yayın sərtliyini soruşur. K bərabərdir mg bölək x. Kütləni verilib 100 qram. J-ni verib 10. K-nı da verib 2 milli. Yəni bu şəkildə çevirmələri də aparıb həll edə bilərsiniz. Oldu. Dinlədiyiniz üçün təşəkkür edirəm. İnşallah ki, testlərimiz daha müasir şəkildə paylaşacağım. Hələ ki, şərait bu qədərdir. İzlədiyinizə görə çox sağ olun.